Deməli, qafiyənin müəyyən növləri var. Zəngin qafiyə, yoxsul qafiyə, tam qafiyə ilə zəngin qafiyədir. Yoxsul qafiyə, natamam qafiyədir. Qulaq qafiyəsi bir də daxil qafiyədir. Zəngin qafiyə nədir? Eyni ölçü səslərin birbirini izləməsidir zəngin qafiyə. Yəni, misra daxilində, əsasən misranın sonlarında eyni ölçü səslə birbirini izləməlidir. Bunlar zəngin qafiyədir. Burada misal üçün nümunə göstərilibdir. Gözəl, sən də muradına çatmadın, sonraki misrada yatmadın. Bu nədir? Tapmadın. Deməli, çatmadın, yapmadın, tapmadın. Bunlar eyni ölçü səslər var burada və eyni ölçü səslərin çoxluğu təşkil edir. Əgər hecalara baxırıq, neçə heca var? 3 heca var. Çatmadın, yapmadın, tapmadın. Burada 2 heca uyğunluq təşkil edir. Madın, madın, madın. Deməli, bu nədir? Zəngin qafiyə, tam qafiyə növündən istifadə olunubdur burada. Aydın oldu. Bunlar nədir? Zəngin qafiyədir. Bəzən olur ki, məsələn, buradakı misralarda, altdakı misralarda isə artıq tam zəngin qafiyədə yox, natamam yoxsul qafiyədə istifadə olunubdur. Aşıqlar saz tutub söz çalan zaman dastanlar eşitdin Qoç Koroğludan. Eşitdin Qoç Koroğludan. Zaman, an, burada ancaq an hecası, Koroğludan, burada da dan hecası eynini təşkil edir və bu nədir? Zəiflik təşkil edir də, yəni çoxluq təşkil edir. Buna görə buna nə deyirik? Yoxsul qafiyə yaxud da natamam qafiyə deyirik. Amma qulaq qafiyəsi var. Qulaq qafiyəsi də sözlərin, misraların ortasında işlədilən sözlərdir. Misal üçün, burada ən çox daxili qafiyə istifadə olunan misralar qəzəlimiz Mənim candan usandır qəzəldir. Ona aid misralardır. Füzuli Mənim candan usandır qəzəli. Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Məni tən eyləyən qafil, səni görəcək utanmazım. Burada gördünüz, daxili işlənibdir. Buna nə deyirik? Daxili qafiyə deyirik. Amma bəzən elə olur ki, biz həmin qafiyəni yazışda yox, tələffüzdə qulağımızla eşidirik. Bu da hansı səslər olur? Yazışda başqa hərflə, tələffüzdə başqa səsi ifadə edən səslər olur. Buna uyğun olaraq, misal üçün, ayağı yalın, başı açıq, qınanlı xır kimi tələffüz elədik. Üçüncü misrada isə gəl qarşıma çıx, açıq, qarşıma çıx. Əgər bunu yazışda ki kimi oxusaq, bu qafiyə sayılmayacaq. Yəni, qulaq qafiyəsi sayılmayacaq. Biz bunu necə oxuyuruq? Orta epik normalara uyğun olaraq qını xır kimi oxuyuruq və olur nə? Qulaq qafiyəsi. Yəni, yazışda yox, qulağımıza eşitdiyimiz qafiyə, qulaq qafiyəsi olur. Bölgü də var. Bölgü də nəzmin əsas əlamətlərindən biridir. Bölgünün digər adları təqdir, sezura, duraq, ayaqdır. Bölgü nədir? Bölgü misraların, şeirin, yəni əsasən misraların ortasına yaranan fasiləyə, pauzaya nə deyilir? Bölgü deyilir. İndi burada heca vəzinə aid misralar var. Ala gözlü Nigar xanım, üzüm məndən niyə döndü? Fikir versiniz pauzanı. Sənə qurban şirin canım, üzüm məndən niyə döndü? Burada indi bu gəraylidir. Gəraylidə əsasən bölgülər 4-4, 5-3, 3-5 şəklində olur. Yəni belə fasilə pauza dediyim 3 hecadan sonra yarana bilər, 5 hecadan sonra yarana bilər və yaxud da 4 hecadan sonra yarana bilər. İndi burada hecaları sayaq. 1, 2, 3, 4, 1, 2, 3, 4. Deməli, bunun bölgüsü neçədir? 4, 4'dür. Yəni, birinci misraya baxaraq tam olaraq müəyyən etmirik. Niyə? Çünki digər misrada ola bilsin dəyişir. Dəyişmə ehtimalı varmı? Var. Çox az səviyyədədir o dəyişmə ehtimalı. Nə mənada dəyişmə ehtimalı deyirəm? Yəni, ola bilsin ki, birinci misra 4, 4'dür, amma növbəti 3 misra 5-3 formasına geçsin, yaxud 3-5 formasına geçsin. Biz əsasən çoxluq təşkillərini tapırıq. Misal üçün, burada altda, indi bunu bitirim, ona nümunə altda var. 4-4'dür, burada 1, 2, 3, 4, 1, 2, 3. Nəyə sarıq? Hecalara sarıq əlbəttə ki. Sənə qurban şirin canım, 1, 2, 3, 4, 4 misra burada, 4 heca burada, 4 heca burada. Üzüm məndən 4 heca burada, niyə döndü? 4 heca da burada. İndi misal üçün, xırmanda vurdum taya, xırmanda 3 heca burada, vurdum taya, 4 heca burada. Kölgəsi 3 heca burada, düşdü çay 4 heca burada. Neçə aylıq 1, 2, 3, 4. Burada 4 heca oldu. Artıq zəhmətim burada 3 heca oldu. Qoymaram, geçsin zaya. Qoymaram 3 heca, geçsin zaya 4 heca. Yəni, bayaqlam dediyimə nümunədir ki, bəzən olur ki, misralardan, 4 dənə misradan 3'ü eyni bölgüdə, biri isə başqa bölgüdə olsun. Yəni, bu da prinsipin tam olaraq pozulması sayılmır. Yəni, biz bunun bölgüsü yeni 3-4 formasına götürürük. Aydın oldu.
Rədif də var. Rədif nə demək? Rədif qafiyədən sonra təkrar olunan sözlərdir. Biz əvvəlcə qafiyəni müəyyənləşdirməliyik, sonra rədifi müəyyənləşdiririk. Burada misal üçün qafiyəmiz nədir? Püstədir, ay qız, xəstədir, ay qız. Təkrar olunan sözümüz hansıdır? Ay qızdır. Və bu təkrar olunan sözümüz baxırıq gör ki, qafiyədən sonra mı gəlibdir? Bəli, baxırıq ki, püstədir, xəstədir. Bunlar nədir? Qafiyədir. Özlə belə baxıram ki, zəncin qafiyədir. Zəncin qafiyədən sonra təkrar olunan söz nə sayılır? Rədif sayılır. Deməli, rədifdir, bölgüdür, ahəngdir, ölçüdür. Bunlar nəyin əlamətidir? Nəzm əsərlərin yoxsa nəsr əsərlərinin? Nəzm əsərlərin, bəli, əlamətidir. Yəni, nəzmi nəzm edən elə bunlardır. Bəs bu nəzm əsərləri, yəni bu nəzmin əlamətləri ancaq lirik əsərdə, yoxsa həm lirik, həm dramatik əsərdə qarşımıza çıxa bilər? Bəli, hər üçündə hansı lirik əsərlərin hər birində, epikin, dramatikin isə ancaq sırf nəzmlə yazılan, epikdə, sırf nəsillə yazılan dramatikdə qarşımıza çıxır. Yəni, nəsillə yazılan dramatikdə əlbəttə ki, bu qarşımıza çıxır. Ola bilər, nəsillə yazılan dramatik əsərdə, yaxud da nəsillə yazılan epik əsərdə müəyyən nümunələr versin. Bu, o demək deyil ki, o başdan ayağa nə yazılıbdır, nəzmlə yazılıbdır. Aydın oldu və nəzmin müəyyən əlamətləri də adi danışıq dilində də, məsələn, ahəng o nəsr əsərlərdə də elə qarşımıza çıxa bilər. Onu deyəndə